Rusiya kəşfiyyatının İsrailin 55 mühüm enerji infrastrukturu obyektinin ətraflı siyahısını İrana təqdim etdiyi iddia olunur. Yenavaz.com xəbər verir ki, bu barədə De Yerusalim Post qəzeti Ukrayna kəşfiyyatı ilə əlaqəli olan mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, Rusiyadan alınan məlumatlar İrana İsrailin enerji sisteminə yüksək dəqiqliklə raket zərbələri endirmə imkanı verəcək. Nəşr yazır ki, sözgedən obyektlər 3 kateqoriyaya bölünür. Dağıdılması İsrailin milli enerji sisteminə zərər verə biləcək çox vacib elektrik enerjisi istehsalı qurğuları, İsrailin mərkəzi hissəsində yerləşən və böyük yaşayış məntəqələrinə xidmət göstərən enerji obyektləri, regional yarımstansiyalar. Stat: Ukrayna tərəfinin fikrincə Rusiyanın İrana kəşfiyyat məlumatlarını ötürməsinin 2 məqsədi var. Regiondakı müttəfiqini gücləndirmək və beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün yaxın şərqdə yeni bir böhran yaratmaq. Statın sonu.